Məlumat verdiyimiz kimi, Prezident Təhlükəsizlik Xidmətinin şöbə rəisi Polkovnik Abdulla Mirzəliyev işdən azad olunub. Axaraz məlumat verir ki, Abdulla Mirzəliyevin adı ötən ilin sonunda ölkəyə qanunsuz yollarla küllü miqdarda qızıl gətirmə cəhdinə görə gündəmə gəlmişdi. Belə ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Əfsər Nüsrətoğlu Mirzəliyevin öz qulluq mövqeyindən istifadə edib Səfər Həsənoğlu Səfərovla qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il tarixdə saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına beynəlxalq hava limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olunmaları müəyyən olunmuşdu. Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdü. Əfsər Mirzəliyev və onunla birgə ittiham edilən Səfər Səfərov bu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il müddətinə azadlıqdan məhrum edildilər. Əfsər Mirzəliyev bu gün vəzifəsindən azad olunan Abdulla Mirzəliyevin qardaşı oğludur.